var səndə? Yox, heç telefon yoxdur. Evlə də danışıb eləyə bilməmişəm, döyüş başlayandan. 27-sindən mən də elə. Bura bizə aradı. Ara. Bura 457-nin qabağındakı postdur, ha? Hə, oradan baxanda gördüyümüz post. Hə, bu bunların deyəsən 3-cü eşalonudur. 1, 2, hə, 3. Yəni 3-cü eşalonda gör səngəl qruplar. Bunu 3 gün olar bizimkilər götürür. Buradan bütün ərazini görürmüşlər açıq. Hə, gör nə qədər böyük bir geniş bir ərazisi var. Havalar da soyuyur deyəsən. Hava dəyişir. Yağsa burada qalacaq. Təminat götürüb gedək. Biz indi hara gedəcəyik buradan təminat götürüb? Buradan biz Ağuçuğun qabağına gedəcəyik. Ora gedən yolu vururlar, ora intər gedək. Yox, əsas yolu getməyəcək. İndi gedək maşına. Yəni tabor komandirindən danışaq görək olar. Bizə hansı yolu deyirlər. Onda biz təminat götür, tez çıxmalıyıq. Dünənləri orada bizim heyətin artilleriya ateşini tutdular. Keçməliyik. Tabor komandirindən danışmışdın sən bura gələndə? İndi maşına qaydaq, maşında bir dənə yenidən əlaqə saxlayarıq. Təminat bu geçdi. Hə, bu qalanı yüklü. Bizə sevgi. Güllə bir, gürültü 4'dür, qəbul. Güllə bir qəbulda. Güllə təminatı biz hansı istiqamətə çatdıraq? İstiqamət Ağuçuğun qarşısı. Biz Ağuçuğun qarşısına hansı istiqamətdən gələk? Arka yoldan gəlin, əsas yoldan gəlmeyin. Əsas yolu vururlar. Başa düşdüm, qəbul. Bu ne benzesin? Erməni, erməni. Erməni dövkəsi. Sır üstüne saklama. Sür! Sağından kaldır. Kaldır sağından üstüne. Tekerini kaldırdın üstüne. Üç ukundan kumbarama tak. Üç. Bu tarixə düşkəsi maketdir də. Bu onların şərəfsizlərin BMP'si də. Bununla bizimkiler vurmuşlar. Bizimki də bu da BTR'dir onun üstündə. 2020-ci il sentyabrın 29-u. Məkan Tərtərin Talış kəndi istiqaməti. Talış yaşayış məntəqəsinin əldə saxlanılması üçün böyük strateji əhəmiyyətə malik olan 1353 yüksəkliyinə düşmənin hücumu başlayır. Xeyli irəli soxulmuş BMP-2 isə daha böyük təhlükə yaradırdı. Atıcı silahlarla düşmən BMP-2'sinin qarşısını almaq olmur. Döyüş maşınının komandiri Gizir Təhmuraz Muradov və sürücü Nərman Atakişiyev qəfil qeyri-adi qərar qəbul edirlər. BTR-i BMP-nin üzərinə çıxararaq gülləsinin hərəkətini məhdudlaşdırırlar. Bundan sonra isə hərbiçilərimiz düşmən texnikasına doğru hər tərəfdən əl qumbaralar atırlar. Hər iki texnika partlayış nəticəsində yanır.